FIFA 17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışına 2 gün qalıb. Qadınlardan ibarət U17 Meksika milli komandası da artıq Azərbaycandadır. Onları Heydər Əliyev adına beynəlxalq hava limanında FIFA 17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 rəsmi maskotu Top-Top qız qarşılayıb. Top-Top qız bu dəfə də qarşılama ənənəsini davam etdirərək qonaqlara gül buketlər təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkil çəkdirən futbol üzrə U17 qadınlardan ibarət Meksika milli komandasının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları otelə yola düşüblər.